Salam əziz müəllimlər, hər vaxtınız xeyirli olsun, hər birinizi xoş gördük. Mən Mürsalova Gülnarə, FES Akademinin kurikulum müəllimi. Dəyərli müəllimlər, bu gün sizinlə Lorenz Kolberg və Lev Vygotsky'yə aid bir sınaq izahına baxırıq. Gəlin vaxt itirmədən keçək sınağımızın izahına. Birinci sualda bizdə cədvələ əsasən uyğunsuzluğu müəyyən etməyimizi istəyir. Yəni, cədvələ əsasən uyğunsuz fikir deyəndə bir-birini təsdiq etməyən cümlələr olmalıdır. Şagird deyir, mən müəllimin verdiyi bütün tapşırıqları vaxtında yerinə yetirirəm. Çünki müəllim məsuliyyətli şagirdləri sevir. Qəbul olunma mərhələsidir, doğrudur. Şagird müəllim tərəfindən qəbul olunmaq üçün tapşırıqları vaxtında yerinə yetirir. Yəni sırf müəllimin sevgisini qazansın deyə, müəllimin hörmətini qazansın deyə tapşırıqları yerinə yetirir. Şagird deyir, onlar mənə pis davrandığına görə mən də onlara yaxşılıq etmək istəmirəm. Bəli, bu şəxsi marağa aiddir, amma qabağında yanlış yazılıb. Baxın, biri müsbət oldu, biri yanlış oldu. Nəyə görə biz bunu şəxsi maraq götürürük? Çünki şagirdin bir gözləntisi var, şagirdin bir çıxarı var. Əgər ona bir işin xeyri dəyməyəcəksə, şagird də bu işi görmək istəmir. Şagird deyir, hər kəsə hörmətlə yanaşmaq lazımdır. Çünki hər insanın insanlıq ləyaqəti var və onu pozmaq düzgün deyil. Mənəvi inkişaf nəzəriyyəsində Kolbergə görə ən ali hədd məhz 5-ci mərhələ idi, 6-cı mərhələ idi, yəni universal etik prinsiplər. Amma görürsünüz, qabağında yanlış yazılıb. Biri müsbət oldu, biri mənfi. Deməli, bizim elə səhv variantlarımız oldu 2 və 3. Universal etik prinsiplər ədalətə, vicdana əsaslanan, mənəvi dəyərlərə əsaslanan qərarlar verirlər. Bunu yadda saxlayın. Yenə 4-də də baxaq. Şagird deyir, qaydaları pozmaq olmaz, çünki onlar cəmiyyəti və sinifi nizama salır. Bəli, qaydalara bir var, qorxursan, əməl edirsən. Bu itaət və cəzadır. Amma bir də var, qorxmursan, belə deyək də, heç bir qorxu olmadan belə sən o qaydaya əməl edirsənsə, bu səlahiyyət və sosial nizamı qorumaq mərhələsidir. Yəni ikisi də doğrudur. Səhv variantımız oldu 2 və 3. Davam edirəm. Məktəbdə qərar qəbul edilir ki, buraxılış imtahanında yüksək nəticə göstərən şagirdlərə əlavə mükafat verilsin, digərlərinə isə heç bir təşviq tətbiq olunmasın. Şagirdlərdən biri etiraz edir və bildirir ki, bu qərar bütün şagirdlərin bərabər imkanlarını, fərqli sosial şəraitini nəzərə almır. O deyir, qaydalar elə tənzimlənməlidir ki, hər kəs üçün ədalətli imkan yaransın və hər kəsin ehtiyacı nəzərə alınsın. Şagird Kolbergin mənəvi inkişaf nəzəriyyəsinə görə hansı mərhələdədir? Adətən müəllimlər bu tipli suallarda universal etik prinsiplər və sosial müqavilə, sosial razılıq arasında bir cəhcəlləri olur. Yəni, bəzən düşünürlər ki, nəyə görə bu universal etik prinsiplər deyil və bəziləri də düşünür ki, nəyə görə sosial müqavilədir. Əziz müəllimlər, yadda saxlayın. 5-ci və 6-cı mərhələnin oxşar xüsusiyyəti var. Bu oxşar xüsusiyyət ədalət anlayışıdır. Amma 6-cı mərhələnin 5-ci mərhələdən üstün cəhəti həm ədalətin olması, həm vicdanın olması, daha üstün etik dəyərlər səviyyəsində məsələni mühakimə etməkdən söhbət gedir. Əgər sosial müqavilə mərhələsindəki şəxs qaydaların dəyişməsini istəyirsə, bunu tələb edirsə, etiraz edirsə, qaydaların hər kəs üçün əlçatan olmasını deyirsə, bu artıq sosial müqavilə mərhələsinə aiddir. Universal etik prinsiplərdə də bəlkə dəyişməsini istəyərdi, amma buna daha etik cəhətdən yanaşardı. Məsələn, deməzdi ki, belə deyim də, yəni etiraz etmək əvəzinə deyərdi ki, mən təklif edirəm ki, elə bir qərar olsun ki, bu həm qalib gələnlərə mükafat verilsin, həm də digər şagirdlərə də təşəkkürnamə verilsin. Etik dəyərlər baxımından məsələni mühakimə edərdi. Bir tərəfli və yaxud da qanunun dəyişilməsini tələb etməzdi. Davam edirəm 3-cü sualla. İbtidai sinif şagirdi Murad sinifdə səs saldığı üçün müəllim tərəfindən xəbərdarlıq alır. Dostu Rauf isə eyni qaydanı pozur, amma müəllim bunu görmür. Murad Raufun da cəzalandırılmadığını görüb deyir. Əgər müəllim görmürsə, deməli qaydanı pozmaq olar. Burada məsələ nədir? Bu sualda da eyni ilə müəllimlər itaət və cəza arasında qalıblar. Bir də individualizm arasında qalıblar. Yadda saxlayın. Burada deyir ki, müəllim gördü və o qaydanı pozduğuna görə xəbərdarlıq aldı, cəza aldı, yəni. Amma
Digər şagirdi müəllim görmədi. Deməli müəllim görməyəndə qaydaları pozmaq olar. Bu hansındaydı müəllimlər? İtaət və cəzada. Belə deyim də individualizm yox, müəllimlər səlahiyyət və sosial nizamı qorumaqla itaət və cəzanın arasında qalırlar ki, məsələn bu sual qaydaya uyğun gəlir də. Yox, biz nə demişdik? Demişdik ki, səlahiyyət və sosial nizamı qorumaqda müəllim görməsə belə, valideyn evdə olmasa belə, heç kəsin xəbəri olmasa belə sən qaydanı pozmursan. Qayda sənin üçün şahdır. Qayda qəbul olunubsa, sənin borcundur ki, həmin qaydaya əməl edəsən. Amma burada nə deyir? Burada deyir ki, görməsə edə bilərəm. Deməli, bunu nə saxlayırdı? Alacağı cəza saxlayırdı. Əgər cəza verilmədiyini düşünürsə, o səhv davranışı edə bilər. 4-ə baxaq. Rəvanə sinif yoldaşı Dilbərlə kitab paylaşmaq barədə razılaşır. Dilbər ondan riyaziyyat kitabına bir günlüyə istəyir. Rəvanə əvvəlcə vermək istəməsə də fikrini dəyişərək deyir. Yaxşı verərəm, amma sabah sən də mənim üçün biologiya tapşırığını yazarsan. Rəvanə hansı mərhələdədir? Yenə də çıxar gütdü. Nəyə görə kitabını verdi? Sabah onun da yaxşılığını görsün deyə. Şəxsi maraq və yaxud da individualizm D variantını götürürük. İndividualizm ancaq burada sənin mühakimə, sənin istəklərindən söhbət gedir. Sənə xoşdursa o işi görürsən, sənə xoş deyilsə sən o işi görməyəcəksən. 5-ci suala baxaq. Məktəbdə qaydaya görə dərs zamanı mobil telefondan istifadə qadağandır. Bir gün şagirdlərdən biri dərsdə telefonla mesaj yazarkən sinif yoldaşı onu görür və bu məsələni sinif rəhbərinə bildirir. Şagird düşünür ki, qayda qoyulubsa ona əməl etmək lazımdır. Əgər hər kəs öz istədiyini etsə, məktəbdə ciddi problemlər yarana bilər. Bunu düzəldək. Şagirdin bu davranışı Kolbergin mənəvi inkişaf nəzəriyyəsinə görə hansı mərhələyə aiddir? Baxın, yenə də bəzən burada da müəllimlər individualizm və səlahiyyət və sosial nizamı qoruma mərhələsində bir get-gəl yaşayıblar. Əziz müəllimlər, şagird mobil telefondan istifadə edir və mobil telefondan istifadə etməkdə məktəbdə qadağandır. Mən bunu görürəm, gedib sinif rəhbərinə xəbər verirəm. Sinif rəhbərinə xəbər verəndə mənim düşüncəm budur ki, əgər hamı istədiyini etsə məktəbdə ciddi problem yaranar. Yəni mən sosial nizamı qorumağın tərəfdarıyam. O şagirdin kimə yazdığı, nə mesaj yazdığı mənim üçün önəmli olmadı. Mənim üçün önəmli olan qaydanın pozulmamasıdır. Məsələn, bu yuxarı mərhələdə olsaydı universal etik prinsiplərdə dostuma yaxınlaşardım, qaydaları xatırladardım, qadağan olunmuş qaydanı pozmamaq üçün onunla mübarizə aparardım, nə bilim, müzakirə edərdim. Cavabımız belə olardı. Amma hal-hazırda bu uşaq heç bir şey maraqlanmadan gedib sinif rəhbərinə xəbər verirsə, onun üçün əsas məsələ nizamı qorumaqdır. Ona görə də biz cavabı nə götürürük? Səlahiyyət və sosial nizamı qorumaq. 5A variantı. Müəllim deyir ki, kim layihəni vaxtında təqdim etsə, əlavə bal alacaq. Şagird dostuna deyir, gəl biz layihəni tez edək və əlavə bal qazanaq, yoxsa boş yerə əziyyət çəkmiş olacağıq. Şagirdin düşüncəsi Kolbergin mənəvi inkişaf nəzəriyyəsinə görə hansı mərhələyə aiddir? Baxın, müəllim deyir ki, kim layihəni tez bitirsə bal alacaq. Şagird də dostuna deyir ki, gəl biz tez bitirək, biz bal alaq, yoxsa bizim vaxtımız gedəcək. Yəni burada şagirdin tez bitirməyində məqsəd onun layihədə aktiv olması deyil, onun layihədə daha çevik düşünməsi deyil. Onun bir məqsədi var. O orada əlavə bir bal almaq istəyir və düşünür ki, qoy bir balı tez edim, bir balı alım ki, mənim vaxtım boşa getməsin. Yəni özünü düşünür burada. Ona görə də cavabımız olur individualizm. Davam edirəm. Kolbergin mənəvi inkişaf nəzəriyyəsinə görə aşağıdakı fikirlərdən hansı yanlışdır? Mənəvi dəyərlər bütün uşaqlarda eyni yolla formalaşmır. Bəli, bu doğrudur. Mənəvi dəyərlərdə yaşın önəmi var, idraki inkişafı deyə bilərik, sosial mühitin təsiri var. Hansı mühitdə formalaşırsan, hansı mühitdə yaşayırsan, bunların hamısının təsiri var. Şagirdin mənəvi inkişaf mərhələsini araşdırmağın əsas məqsədi kimi yanlış, kimin doğru olduğunu tapıb düzəltməkdir. Yəni əsas məqsəd kimin yanlış, kimin doğru olduğunu tapıb düzəltmək deyil. Ola bilər ki, məsələn, mənim bir şagirdim
başqa cür düşünsün, o idraki belə deyək də, yaşına görə məsələyə başqa cür baxsın, başqa cür mühakimə etsin. Mən ona deyə bilmərəm, sən burada səhv fikirləşirsən. Mən onun hansı səviyyədə, hansı mərhələdə olduğunu müəyyən edirəm və ona yönəlik tədbirlər görməyə çalışıram. Yoxsa onun haqlı və yaxud da düzgün olduğunu müəllim mühakimə edə bilməz. B variantı yanlışdır. Digər variantlara da baxaq. Aşağı yaşlarda olan şəxslər qaydaları dəyişməz və şərtsiz olaraq qəbul edirlər. Bəli, bu hansı mərhələ idi? İtaət və cəza, individualizm. Mənəvi inkişafın hər hansı bir səviyyəsində olan insan üçün ixtiyari bir davranış doğru, başqa səviyyədə isə yanlış ola bilər. Bunu izah edim. Məsələn, 20 yaşında insanın düşüncəsi başqa, 30 yaşında insanın düşüncəsi başqa ola bilər. Mənəvi dəyərlər mühit və tərbiyədən asılı olduğu qədər idraki inkişafla da sıx bağlıdır. Bəli, deməli biz nə başa düşdük? Mənəvi dəyərlərə təsir göstərən əxlaqdır, tərbiyədir, mühitdir və idraki inkişafdır. Səhv variantımız olur burada B variantı. 8-ə baxaq. Məktəbdə könüllü, hər kəsin oxumasında sənin də rolun olsun aksiyası fonunda tədbir keçirilir. Şagird düşünür, bu aksiya çox maraqlıdır. Əgər sertifikat alsam, mən də iştirak edərəm. Baxın, yenə də layihənin maraqlı olduğunu qeyd etdi. Amma layihədə iştirak etməyi sırf hər kəsə kömək etmək üçün yox, özünə görə etdi. Sertifikat alacamsa, mən bu layihədə iştirak edim. Əgər sertifikat almayacamsa, o zaman mən bu layihədə iştirak etmirəm. İndividualizm D variantı. 9. Məntiqi ardıcıllığı tamamlayın. Gəlin baxaq. Uşaqların özlərinin suala cavab tapması üçün onlarda tədqiqat marağını oyadan mühit yaradın. Kimə aid fikirdir bu? Jean Piaget'ə. Mənəvi dəyərlər insanın yaşadığı mühit, tərbiyə, eləcə də idraki inkişafla sıx əlaqəlidir. Kolberg. Şagirdin öyrənməsini təmin etmək üçün məzmun idrak fəaliyyətinə uyğun olmalıdır. Kimə aiddir? Jean Piaget. İndi nə gəlməlidir? Kolberg. 1-ci Piaget gəldi, 2 Kolberg gəldi, 3 Piaget gəldi. Yenə də Kolbergə aid fikir tapmalıyıq. Zehni fonda müəllimin görəcəyi tədbir öyrənmədən əvvəl atılan addım hesab olunmalıdır. Bu Jean Piaget'ə aiddir, yəni zehni inkişaf birinci gəlməlidir, öyrənmədən öndə olmalıdır. Sosial münasibətlərin zehni inkişafa təsiri var. Sosial və zehni inkişaf paralel gedir. Bu aiddir Lev Vygotsky'yə. Uşaqlar təlimat və ya izahat yerinə problemin həllinə cavab axtarmağa çalışanda daha yaxşı öyrənmə baş verir onlarda. Aiddir Jean Piaget'ə. İdraki proseslərin mürəkkəbliyi yaşdan deyil, öyrənmədən asılı olaraq dəyişməlidir. Bu fikir kimə aiddir? Vygotsky'yə. Çünki Vygotsky deyirdi ki, öyrənib sonra inkişaf gəlməlidir uşaqda. İnsanın hər hansı bir suala verdiyi cavabla onun mənəvi dəyərlərini, qanuna və ədalətə baxışını müəyyən etmək olar. Bəli, bizim Y variantımız aid olacaq Kolbergə. Ona görə də bizə deyilib ki, biz şagirdlərə dilemmalar verməliyik, refleksiya etməliyik, debatlar, müzakirə, rollu oyunlar, bax bunları keçirtməklə şagirddə mənəvi dəyərləri formalaşdıra bilərik. Davam edirəm. Lev Vygotsky nəzəriyyəsinə əsasən uyğunsuzluğu müəyyən edin. Uyğunsuzluq deyir, diqqətli oluruq, doğrudan səhv tapıram, yanlışdan doğrunu tapıram. Öyrənmənin ən səmərəli yolu praktik tədqiqatdır. Bura qədər düşünürsən ki, Piaget'dir. Problemin həllində müəllim şagirdlərə yol göstərməklə onlara şəxsi təcrübələrindən də yararlanmağı təmin edə bilər. Yəni, həm yol göstərirsən, biz Vygotsky'də nə demişdik? Demişdik ki, müəllim şagirdin həm şəxsi, həm də sosial təcrübəsindən istifadə edə bilər. Ona görə mən biri götürmürəm. Müəllim öyrənmənin məsuliyyətini şagirdə həvalə etməlidir. Yox, dəstək olmalıdır müvəqqəti, sonra həvalə etməlidir. Deməli, bax, birləri variantlardan çıxartdım. Mənim variantım ya A-dır, ya da D-dir. Üçü də çıxartdım. Müşahidələrdən əldə olunan informasiya ilə müəllim şagirdin inkişafına yardım edə bilər. Bəli, müşahidə edirəm şagirdi, onun intellektini, öyrənmə tərzini, potensialını müəyyən edib, ona daha gözəl, daha yaxşı kömək edə bilərəm. Ona görə 3 doğrudur. Elə variantımız da olur D variantı. Sosial və mədəni mühit diqqət, qavrama və yaddaş kimi funksiyaları inkişaf etdirməyə bilər. Bu, belə deyək də, Vygotsky'yə əks olan bir fikir olduğuna görə üstündən xətt çəkirəm. 11.
Lev Vygotskyinin sosial inkişaf nəzəriyyəsi ilə bağlı olmayan fikri müəyyən edin. Yaxın inkişaf zonası inkişaf etməkdə olan bacarıqları formalaşdırır. Doğrudur. Yaxın inkişaf zonası öyrənmə zonasıdır. Orada yeni bacarıqlar qazanırsan və orada müəllimin fəaliyyəti başa çatırsa, artıq sən müstəqil olaraq fəaliyyət göstərə bilərsən. Yaxın inkişaf zonasında müəllim işini düzgün qurduqdan sonra şagirdi müstəqil fəaliyyətə cəlb edə bilər. Bu gün kiminsə yardımı ilə nə isə bacaran uşaq sabah onu tək başına edəcək. Doğrudur. Uşağın təcrübə qazanmasında nitqin rolu maksimaldır. Bəli, bu da doğrudur. Scaffolding müvəqqəti körpüdür. Doğrudur. Şagirdlərə nə qədər çox əldə edilməsi hələ mümkün olmayan tələblər qoyulsa, onların maraq və həvəsi bir o qədər də çox olacaq. Bax, bu artıq səhv fikirdir. Yadda saxlayın. Vygotsky şagirdin qavramadığı, ona çətin gələn mövzuları yox, sadədən mürəkkəbə doğru, asandan çətinə doğru getməyi təklif edirdi. Məlumatları vizuallaşdırmağı, diaqramlara salınması, cədvəllər şəklində təqdim olunması, inteqrasiya etmək, təlim məqsədini şagirdə elan etmək, qiymətləndirmə rubrikini şagirdlərə elan etmək, başqa nə deyə bilərik? Qrup işinə şagirdi cəlb etmək, əməkdaşlığa şagirdi cəlb etmək, məlumatı bir daha deyirəm, vizuallaşdırmaq scaffolding fəaliyyəti hesab oluna bilər. 12. Azərbaycan dil dərsində eyni köklü sözləri müəyyən etməkdə şagird çətinlik çəkir. Belə olan halda Lev Vygotsky nəzəriyyəsinə görə müəllim nə etməlidir? Şagirdin intellektini müəyyən edib ona uyğun strategiya seçməlidir. Əslində bu səhv variant deyil, amma biz bütün variantlara baxırıq və bütün variantlarda ən uyğun olan cavabı, Vygotsky'yə sırf uyğun olan cavabı götürürük. Məsələn, A variantı Gardnerə də aid ola bilər, Vygotsky'yə də aid ola bilər. Şagirdin hisslərini idarə etməyi öyrətmək lazımdır. Bu ümumiyyətlə Goldmana aiddir. Eyni köklü sözlərin bəzilərini şagirdə təqdim edib, bunu əzbərləyərək sonra yeni nümunələr tapmasına şərait yaratmalıdır. Bu da səhv addımdır. Ümumiyyətlə, scaffoldingdə, Vygotsky'də müəllimin şagirdə hazır material, hazır mənbə, hazır resursu verməsi, bunlar yanlış addımlardır. Kök və şəkilçi anlayışını yada salıram, nümunələr göstərirəm və eyni köklü sözlərin müəyyən edilməsində bunun təsiri olacağını bildirirəm. Bəli. Vygotsky'də belə bir şey var idi. Köhnə bilikləri şagirdin yadına salmaq, əvvəlki təlimdə qazanılan biliklərlə yeni dərsi uyğunlaşdırmaq və məqsədə tez çatmaq üçün bu müəllim üçün bir strategiyadır. Köhnə biliklər deyirdi, mütləq şagirdə xatırladın ki, yeni dərsi ona daha gözəl şəkildə öyrədə biləsiniz və eyni köklü sözlərdə də mütləq şəkildə şagird qrammatik və düzəltmə şəkilçiləri mütləq şəkildə bilməlidir ki, həmin sözləri tapıb müəyyən edə bilsin. D variantı. 13. Cavablardan hansı Lev Vygotsky'nin sosial inkişaf nəzəriyyəsinə aiddir? Gəlin baxaq. Uşağın zehni inkişafı onun sosial inkişafından daha vacibdir. Yox, bu Piaget'ə aid fikir idi. Uşağın zehni inkişafı onun zəka xüsusiyyətləri ilə birbaşa əlaqəlidir. Zehni inkişafı, zəka xüsusiyyətləri. Bu da yenə Piaget'ə aid fikirdir. Uşağın ətraf mühitə münasibətində düşüncə tərzinin təsiri böyükdür. Bu Dweckə aiddir. Zehni inkişaf müəyyən mərhələlərdən keçir və bu zaman şagirdin yaşı nəzərə alınır. Piagetə aid fikirdir bu da. Uşaqların inkişafında ünsiyyətin, ailənin, cəmiyyətin vacibliyi öz əksini tapır. Bəli, bu Vygotsky'yə aiddir. Dilin, cəmiyyətin, sosial və şəxsi inkişafın tərəfdarı idi Vygotsky. Davam edirəm. Kolberg və Vygotsky'yə aid olan fikirləri tapmalıyıq, uyğunluq yaratmalıyıq. Gəlin baxaq. Müəllim şagirddə sərbəst yazı bacarığını formalaşdırmaq üçün əvvəlcə sözlərdən imla, sonra isə cümlə şəklində ifadələr yazdırır. Bəli, biz burada fasilitatorluq gördük, şagirdə kömək etməyi, yardım etməyi gördük. Bu kimə aid olan fikir olar? Vygotsky'yə. Şagirdin müxtəlif situasiyalarda nümayiş etdirdiyi davranış, yürütdüyü mühakimə onun mənəvi inkişafın hansı mərhələsində olduğu ilə bağlı sizə informasiya verə bilər. Kimə aid olan fikirdir? Mənəvi dəyərlər, mənəvi inkişaf, əxlaqi məsələlər Kolbergə aiddir. Şagird bilməlidir ki, qiymətləndirmə necə aparılacaq və müəllimin ondan
gözləntisi nədir? Bu da yenə də Vygotsky-yə aiddir. Bayaqlarda qeyd etdim. Qiymətləndirmə meyarları, təlimin məqsədidir, inteqrasiyadır, köhnə biliklə yeni biliyi əlaqələndirməkdir və sair bunlar Vygotsky-yə aiddir. Deməli 1B 2AC 1B 2AC Y variantı 14-də. Hansı fəaliyyət scaffolding strategiyası deyil? Belə suallar bizə veriləndə bəzi müəllimlər əziyyət çəkir. O müəllimlərin əziyyət çəkməsində əsas məsələ scaffolding strategiyalarını bilməməsidir. Scaffolding deyəndə siz şagirdə hazır heç nə vermirsiniz, amma onun öyrənməsi üçün onun yanında olursunuz. Ona kömək edirsiniz. Sizin köməyiniz elə xarakter daşımalıdır ki, şagirdə əzbəri yox, yolu öyrətsin. Adı üstündə scaffolding müvəqqəti körpüdür. Yəni siz elə bir formada o şagirdə öyrətməlisiniz ki, 2 gün sonra o şagirdi tək başına hansısa bir işə yönəldə biləsiniz. Müəllim şagirdlərdə mətnin ideyasını müəyyənləşdirmək bacarığını formalaşdırmaq üçün onlara açar məqamları müəyyənləşdirməyi istiqamət verir. Bəli, mətnin əsas ideyasını tapmaq üçün açar məqamlara onların diqqətini çəkir. Müəllim şagirdlərə verilmiş problemi müstəqil şəkildə həll etməmişdən öncə eyni məsələdə analogiya, eyni problemin həlli üzərində diqqət edilməli nüansları izah edir. Yəni analogiya qurur da. Bax biz bu situasiyada belə edirik, indi sizə fərqli bir situasiya verilir. Siz də düşünün o situasiyada nə etmək olar? Müəllim şagirdlərin oxuyub anlama bacarığını formalaşdırmaq üçün onlara xeyli sayda oxu materialı verir. Yadda saxlayın. Oxu materialını vermək şagirdin sürətini artırar, oxumasını düzəldər, amma oxuyub anlamasını qəti şəkildə düzəltməz. Oxuyub anlamaq üçün biz şagirdlərə birinci qısa mətnlərdən başlamalıyıq. Şagirddə əsas ideyanı müəyyən etmək, məzmunu qavramaq üçün olan strategiyalardan istifadə etməliyik. Yoxsa şagird məsələn oxuyub anlaması yoxdursa, ona oxu tapşırıqları verək ki, daha yaxşı olsun onun nəticəsi. Bu absurd fikirdir. Heç vaxtda bizim ən çox etdiyimiz səhvdir bu. Oxuya bilmirsə, anlaya bilmirsə deyirik ki, valideynə oxuyub anlama mətnlərindən istifadə edin. Şagirdə kitab oxutdurun evdə. Amma şagirdə kitab oxutdursanız belə, o şagird oxuyub anlamanı formalaşdırmasanız, gəlib sizə cavab verə bilməyəcək. Bunun üçün hissə-hissə, addım-addım hərəkət etmək lazımdır. Məsələn, əvvəlcə 2 cümlədən ibarət, 3 cümlədən ibarət mətnləri şagirdlərə təqdim edin. Şagirdlər mətni oxuyanda onlara sual verin. Hansı obrazlarla tanış oldun? Hansı obrazların xüsusiyyətlərini gördün? Hansı obrazın xüsusiyyətini özünə uyğun gördün? Bax, bu tipli suallar verməklə biz ancaq onun diqqətini çəkə bilərik ki, sən oxuduğun məzmunda diqqətini hara yönəltməlisən, məzmunun qavranmasına. Yoxsa oxu materialını şagirdə vermək, əzbərləmək, oxu sürətini artırmaqdan başqa heç bir şeyə kömək olmaz. Belə dəyərli müəllimlər, testimizin izahı bitdi. Növbəti testlərdə görüşərik. Sağ olun.